Salam, hər vaxtınız xeyir. Görürsünüz, aradan 2 gün keçib, 1 gün keçib. Gül nə gözəl açıb, maşallah. Gedək biraz gəzək hətta. Düş kömür. Düş, qorxma, Rex yoxdur. Düş, Rex deyən kimi dayandı. Hamımız yazmış ki, Soli maşallah, maşallah həyətiniz çox gözəldir, gülləriniz çox gözəldir. Gözəl gününüz olsun. Qonşum bu güllərdən istəyib, qızıl gül. Bilmirəm, bunu nətər verəcək Seyidxan. Məncə çubuğundan ştil eləməlidir. Bir də bunu yazmışsınız ki, Soli bu pişmə güldür. Hamınız elə yazmışsınız. Bunu deyirsiniz çayın içinə. İyi, çox gözəldir. Çayın içinə at. Bu quruyanları belə götürə bilərəm də. Bir bacımıza da yazmışam ki, deyirəm Seyidxan məni öldürər, onu yığıb mürəbbiləsin. Yox, belə tökülənlərin heç nə deməz. Amma hamısını yığa bilmərəm. Mürəbbəsi ürəyə xeyirdir, 7 il saxlayıb sonra dərman kimi istifadə eləmək. Belə yığaram. İndi kloksuz düşdündə gərək klok götürərdim. Heç ağlıma gəlmədi ki, bu solanları olar, mən yığaram. Düşdüm elə belə ki, həm video asılış eləyim, həm də bunlara baxım. Hayıfdır, ləçələri düşməsin. Gərək klok götürəm. Qəşək çay dəmləmişəm, aparım içinə bir ikisini atım. Uy, düşdü. Dərdək, ay Allah, qutarmaq bilmir. Bunlar tökülür artıq. Qurudaram bunları. Hansın ki yığdım. Sərərəm bir padnosazada quruyar. Bunları çaya istifadə edirəm. Hə? Qoxusu çox gözəldir. Söz bu qədər. Sabah biraz da yığarım. Bu təsəvvür edin ki, yekə belə artıb ora qədər gedib. Nə gözəl görünər. İyi də ki, aləmi bürüyər. Üstündə hələ xeyli qönçələri var, onlar açacaqlar. Bunlar da aparım, qurudum. Rex ara yoxa çıxdı, bilmirəm. Bayaqdan buradaydı. İndi yemək gətirdim. Yoxdur, gedib. Deyirsiniz ki, Soli, bura niyə nəsə əkib eləmirsiniz? Əvvəl əkirdik. Nəm indi kömür, deyirəm, qoy sərbəst gəzsin da, gəzir. Ona görə əkmirik. Amma bura biraz göyərti əkə bilərik. Elə əvvəl də bura əkmişdik. Keşniş, şüyüdzad əkmək olar. Kömür belə hara gəldi, belə çıxmır da. O tərəfə gedir. O qırağa Seyidxan örgədib onu. Sırazı düşürdən kimi qaçır o başa. Ona görə əkmək olar. Nə bilim, mən deyirəm ki, qoy rahat, sərbəst gəzsin. Dubu gəlirsən? Hələ bir izləyicim də yazmış ki, aldığımız göy-göyərti nə bilir ki, it, pişik gəzib, gəzməyib üstündə zadında. O da düzdür, valla. Düzdür, bu indi göyərti olsa içinə girməz yəqin ki. Mən elə biləm ki, bu qonşuda yaşayan yoxdur, amma yaşayan var imiş, paltar səriblər qız. Bəs bu həyət baca niyə belə baxımsızdır? Bizdə tut hələ. Bax, bu bizdə o xartutlu heç bu qonşunun həyətində hələ görürsünüz göy balaca. Amma biz Səbrəbada gedəndə Anjela-gilin həyətində tökülüb gedirdi. Qara tut idi. Tökülüb gedirdi tut. Neysə, gedək bundan bir ikisini ataq çayın içinə. Qəşəng rəngi çox gözəldir. Gəl çay çək. Kömür gəlirsən? Gəlirsən? Gəl. İpdə paltarlarım var. Onları gedim yığım. Dişlərimi biraz azaldım. Gəl şuna bax, gəl şuna. Tez gəl də. Gəl də.
A bebe. Gel. Gel. Ne gördün? Gel. Dona bak. Burayladı bu. Burayla. Yine kurban oğlum. Sen ne ağıllısın. Sen ne ağıllısın. Gözdür ki ayağın silip. Bunu yumayım da. Yutsam bu çətin quruyar, hə? İstifadə edəndə yuyaram. Belə gündə biraz tökülən solanları da gətirsək bəsdir. Çox gözəldir. Çox atmayın, bəsdir. Biz uşaqlar belə çox müxəyyizat belə qoxusu gələndə içmirlər. İndi onu da aparıb ataşın şkafının üstünə qoyacağım. Qurumaq üçün ora ideal yerdir. Çayımı indi dəmləmişəm. Qoyaq bura, burada qəşəng qurusun. Nanəni də gətirib bura qoyacağım. Seyidxan görün mənə nə gətirib. Seyidxan masallıya getmişdi. Seyidxanda ümumiyyətlə belə xasiyyət var. Hara getsə gül gətirmək. Bundan keçən dəfə gedəndə ağacını da gətirib əkib həyətə. İnşallah ki tutar. Qapını bir açdım ki əlində güllərlə dayanıb. Çox qəşəngdir. Bunu qoyacağım o küncə, sizin də gözünüz gözəllik görsün belə. Videolarımıza bir-iki gün rəng qatar inşallah. Abur-cubursuz olmaz. Seyidxan alıb gətirib. Onu inanırsınız özündən başqa heç kim yemir. Bir də burada belə, bilmirəm öz həyətlərindəndir, yoxsa yəqin ki üstü palçıqlıdır. Yəqin həyətlərindəndir. Belə alça gətirib. Bilirsiniz bu hansı alçadandır? O vaxt biz uşaq vaxtımızın alçası vardı, gilası alça. Həmin o alçadandır. İndi o qədər göyçə, möçə, genin dəyişiblər ki alçaları. Mən hər dəfə bu alçanı axtarım. Demək ki kəndlərimizdə qalıb. Sağ olsunlar. Allah min qat əvəzini versin. Belə. Burada da nanədir. Bu təmizlənmişdi belədir. Var çubuğu amma çox deyil də. Amma bu belə çubuğu zadlıdır. Otlu yəqin bunlar çıxana yaxın biçib qoyublar. Allah min qat əvəzini versin. Bunları sabahlarım inşallah. İndi çəkmək üçün Gülüzadı videonu açdım. Sabah inşallah sizinlə bir yerdən bunları təmizləyərim. Siz bilirsiniz nə qədər iş görmüşəm. Paraşok qabımız adını yudum, qazın üstünü sürtdüm. Xeyli iş görmüşəm. İnşallah siz bir saniyədən sonra mən gecə yatıb durandan sonra görüşərik. Nanəni təmizlədim hamısını. Mən belə təmizləyib quruduram. Çubuqlu təmizləyəndə o iri çöpləri gedir, o rahat olmur. Belə daha rahatdır. Çox adam yuyur, amma mən yumuram. Bilmirəm, tərtəmizdir də belə. Yumağa ehtiyac görmürəm, nəysə. Deyəz ki, solu yuyur. Yəni demək istəyirəm ki, mən heç vaxt yumamışam da. Belə bir də köhnə dəsmal var. Bunu açacağım indi qəşəng. Bunu tökəcəm bunun üstünə. Ondan sonra şifanerin başına qoyacağım otaqda. Onda qəşəng quruyur. Belə günəşin qabağında yox da, başa düşdünüz nə demək istəyirəm. Günəşin qabağında olanda rəngi sarı olur. Amma kölgədə quruyanda rəngi yam-yaşıl olur. Özdə maşallah xeyli ağ var. Burada da bir dənə qiymət çıxartmışam. Bilmirəm, inanırsınız nə pişirim, nə edeyim. Qiymə də dalbadal pişirəm, iyrənirlər, yemirlər. Toyuq yoxdur evdə. Bir də gedib almaq istəmirəm. İstəmirəm yox, çölə çıxmaq istəmirəm. Bugün İnanmarsınız, günümün yarısı xəstəxanalarda keçib. Nəysə belə. İnşallah hər şey yaxşı olacaq. Ona görə çölə bayıra çıxmaq istəmirəm. Ayaqlarım o qədər ağrıyır. O qədər elə belə ağrıdır da. Ayaq üstə dura bilmirəm. Bu da oturduğum yerdə təmizlədim. Ona görə getmək istəmirəm mağazinə zada. Bilmirəm, o qiyməylə də nə eləyim, nə hazırım ki, bunlar Allaha da, bəndiyə də xoş getsin, bunlar yesinlər. Dünənki qazan kotletindən biraz qalıb. Siz videoları qarışıq izləyirsiniz, amma mən dünən pişirmişəm də biraz qalıb. Axşam eləmişdim. Nədir? Toyuğun filesindən lanyet eləmişdim. Onu qəşəng yedilər, ondan qalmayıb. Bilmirəm, nə eləyim. Gözəllərim də burada.
Yaxşılar, bir-iki dənə qab qaşığım var. Onları yum. Seyidxan yemək yedi, getdi. Nərgiz apardı. Mən də bunları sərim qurusun. Ondan sonra bunu da qatdağlıdır. Açacağım. Prosta üstünə qoyuram ki, aparım orada açım. Şifanerin, ataşın otağında şifanerin üstündə daha yaxşı quruyar. Dünən axşam bu paraşok qabımı qəşəng tərtəmiz yumuşam, quruyub, ağzını açıq qoymuşdum bütün gecə. Burada bir dənəcə paraşok var, onu da tökdüm ora. Məndən soruşursunuz ki, Soli hansı paraşokdan işlədirsən? Bu bingodur. Bunu bacım Trendyoldan 2 dənəsini sifariş vermişdi. 2 dənə, yəni hərəmizə 10 kilo, 10 kilo. Baxın, şok olarsınız. Bir damcı dibində qalıb. Valla bu 10 kilo paraşokdan mən çox işlədirəm. Çox qəşəng paraşokdur, çox razı qaldım. Amma əlim çoxa örgənib. Bilmirəm, bəlkə paltar çox yuyulur bizdə. Başım çıxmır, nəysə cəmat 10 kiloluq paraşoku 5-6 ay işlədir. Mən amma yadımdan çıxıb haçan almışam. Məncə səhv eləmirəmsə mart idi. Deyəsən martdan bu tərəfə. Novruz bayramı. Hə, bax elə idi. Martın 20-si belə olardı. Aprelin, mayın 20-si. 10 kilo paraşoku 2 ay işlədirəm. Bu qutaracaq yəni. Bu bir həftə 10 günə qutaracaq. 10 gün də çəkməyəcək. 10 kiloluq paraşoku belə deyək ki, 2 ay işlədirəm mən. Qəşəng qiyməyi ilə, pomidor soku ilə. Buna soğan vurmadım. Bol yağlı, istiyotdur, sos hazırladım. Yanına biraz belə azacıq vermişil. Çünki Nərgiz bilirəm ki, qreçka istəməyəcəm, vermişil yiyəcək. Burada da qreçka hazırladım. Qazın üstün gül kimi silmişdim, yenə batırdım, heç olmaz. Belə, yeməyimiz də hazır. Bunların ağzını örtüm, sonra biraz soyuyandan sonra götürüm qoyum qırağa. Qazın üstünü silim, yaman günə salmışam qazın üstünü, baxın. Maşını da qoşdum, bu burada işdəsin, rəngli paltarlardır. Mən də bir-iki dənə qablarım çıxıb, bunları yuyum. İnansız hava qaralıb, amma mən yenə də jalizi bağlamıram. Bilmirəm, mən isə bağlayanda ürəyim sıxılır, burada iş görmək istəmirəm. Havama qaralıb, belə işıqlı görünməyinə baxmıyorum. Gözəllərim burada, baxmaqla doymuram bu günlərə. Paltarlar quruyub. Bunlar bugün səhərin paltarlardır. Bugün quruyub, havada küləklidir. Sərindir biraz. Belə, bura qədər izlədiyiniz video, birinci gündən başlamışam. Bu günə qədər nə az çəkmişəm. Çünki məndə elə maalesef ki, tənbəllik oldu. Birinci gün 2 dənə videonu çəkdim. Sonra elə bir ki, mənə gözdəydi. Özümə gözümdəydi. Tənbəlləşdim. Az çəkmişəm dünəni, sırağa günü. Bugün artıq, ay neçəsidir? Bilməm neçəsidir. Məncə 14-dür. İnşallah bugün həftənin 3-cü gündür işə gedəcəm. Bunları da yığım, qatlayım, yerləşdirim. Ütülənmələr qalacaq, sab ütüləyəcəm. Çünki 40 dəqiqə zat vaxtım var. Sonra çıxacam evdən. Yaxşı baxın, nətər yağır. Metrodan çıxdım. Yağış başladı. Bu hava imkan vermiş ki, kurtqadan zatdan çıxaq. Yoruq qaldırıb, təzədən kurtqaya keçirib. Görün, nətər yağır. Hamı qaçışır. İki gündür işə gəlmirəm, yollardakı dəyişiklik. Buranı velosiped sürüyorlar, nə qəşəng eləyirlər. Vay, fırtına. Hamı qaçır. Əməli başlıca yer istandı. Nərzə dedim ki, ana qurban evdən çıxmamış. Hava proqnozuna bax gör, yağış yağacaq. Yəqin yazıq uşağın yadından çıxdı. Baxmadı. Yaxşı kurtka geyinmişəm.
Görək, əgər indi biraz azaldı. Möhkəm yağsa, orada gözləyərəm bağçada. Yağış dayansın, sonra uşaqlar yoxsa su olacaq evə girənin. Park bomboşdur, heç kim yoxdur. Hamı qaçıb. Yoxsa həmişə bu vaxt bilirsiniz nə olur bura? Dolu, hamı piknik zad eləyir. Güllər çəkinməsi üçün. Bunların rəngi çox gözəldir. Bunu mən illər öncə görmüşəm. Baldızımda olub. Onun həyətində var. Bunlar da ki bizdə olanlardandır. Həmişə sizə çəkirəm əzan səsi. Baxın. Oradan məsciddən gəlir. Burada 3-4 dənə məscid. Ən azından 3 dənə məsciddən səs gəlir. 4-cünü yalan deyirəm. Amma 3-ündən səs gəlir. Salam. Aleyküm Ne salam. o? Nergizə çəkirəm. Nergis? Nə oldu? Kimə çəkim? Qisməti başa salana qədər nə oldu? Başa sala bilmirik ki, yağışdır. Yağışda olmur park. Hangisi? Axı başa düşdün balam? Hə? Başa Ne düşdün? sonra? Ay, sağ ol. Aferin balam. Az sonra bizim Ay, saçımız kuru olur. Ne sonra olur? Tez qaça-qaça gəldiydi ona görə. Yok kuru olmuyor be. Lak vurmuşum. Hə. Kim vurmuşdu? Hanım. Niyə ki? Hanım yok. Bağçada vurdular. Niyə? Lak yok he. Böyle Salam qızlar, hər vaxtınız xeyir. Qız, birinci gündən başlamışam videonu çəkməyə. Bugün həftənin 4-cü günü dedim, daha olmaz. Bitir bu videonu, qutar. Həm qaleriyanı təmizləməliyəm, boşaltmalıyam. Bilmirəm sonra nə çəkdim, nə elədim. Bir dənə o əlimdə olan indi bu videonu izləyirsiniz. Budur, başqa heç nə çəkməmişəm. İnşallah ki, sabaha qismət olar çəkərəm. Birinci gün 2 dənə video çəkdim. O dayandım. Məndə olur belə şeylər. Tək sağlıq olsun. İnşallah hər şey yaxşı olacaq. Ümid eləyirəm. İndi hal-hazırda açıqlaya bilmirəm sizə. Açıqlamaq istəsəm belə, danışmaq istəsəm belə ağlamaq məni tutur. Nəysə. Tək sağlıq olsun. Allah böyükdür. Allahdan ümid heç vaxt kəsilməz. Belə birinci gündən həkimə gedib gəlirik. Deyir, Nərgiz nə yaxşı evdədir, soy Nərgiz nə yaxşı evdədir. Gedir məşqinə gəlir, amma öz zalına gedir, gəlir. Zibora getmir. Belə, inşallah müalicə olacaq, hər şey yaxşı olacaq. Dəfə uşaqlarda nəsə belə bir problem zad çıxanda, inanın o izləyicimi günahlandırıram. Günahlandırıram, deyirəm də, 1000 dəfə deyirəm ki, 1000 yiyən olsun, bir deyən olmasın. O xanım necə yazmışdısa mənə, 2 ildir, onun sözü mənim qulağımdan getmir. Valla deyəs ki, söylü boş vermək. Yox, boş vermək şey deyir. Hətta bir izləyici yazıb ki, bacı xəstəliyə tutularsan, sən valla başqa iş tap. Yəni, buradakılar səni incidir. İncitmək deyəndə ki, mənə gündə 300 mesaj gəlirsə, 400 mesaj gəlirsə, onun içində bir dənədir. Nə bilim, insafsız mı deyim, vicdansız mı deyim, nə deyim bilmirəm. O varsa, mən bu işi atmaram. Onlar həmişə deyirəm, qurban olsunlar sizin atılan dırnağınıza, siz gözəl izləyicilərimin atılan dırnağına. 2 il bundan qabaq o xanım mənə yazdı. Hətta 2 il yarımdır. Dastan yazmışdı. İnanırsınız, bu boydana yazmışdı mənə ki, solmaz, şükür elə. Allaha şükür, evim var. 2 dənə evim var. Allah, bax, məndə həmin o xanım bəlkə də baxır mənə. Deyirəm, mənim həyatımı mı istəyirsən? Allah sənə qismət eləsin. Bax, mən necə yaşayıramsa, nə varsa mənim həyatımda, Allah sənə onun 1000 qatın qismət eləsin. Bax, o dərəcədə belə yana-yana demişdi o sözü mənə. Heç yadımdan çıxmır o yorum. Bəzi insanlar dedi, olmaz kanalı ona görə bağladı, o birisi kanalı nə? Vallahi ona görə bağlamamışam. Burada pis yazan da olacaq, yaxşı yazan da olacaq. Amma kiməsə bəxtəvərlik vermək, kiməsə
deyib daramaq, o özü başlı başına ilə pis bir şeydir. Amma biz bilmirik də kimlə niyyətlə baxır, nətər baxır. Mənim həyatımı arzulayana Allah 1000 qatın qismət eləsin. Mən 15 gündür yerin altındayam, üstündəyəm, nə yaşayıram mən onu bir mən bilirəm, bir ailəmin içi bilir, bir də Allah bilir. O xanım yazandan fevralda 3 il olacaq o mənə yazdığı. Deyirəm də dastan yazmışdı ki, olmaz evin, eşin, yoldaşın, özün işləyirsən, yoldaşın işləyir, balaların sağlam. İnanın o sağlam sözü deyəndən özüm canımla əlləşdim o heç. Onu qoydum bir qırağa. Dası üçün çəkmirəm, ay alerji oldum, ay nə oldu, nə oldu. Elə gülə-gülə videonu açıram, gülə-gülə bitirirəm ki, sizi də sıxmayım, bezdirməyim, yormayım. Amma buradan elə insanlara demək istəyirəm ki, heç kimə bəxtəvərçilik verməyin. Valla, kamera arxasında nələr yaşanır, nələr olur, siz onu bilmirsiniz. Bax, deyirəm də 15 günü mən bilirəm, mən nələr çəkirəm. Siz bilirsinizmi? Yox, demirəm. Hamının həyatında problemlər var, hamının enişli, yoxuşlu yolları var. Heç kim, valla bax, pulu, parası olan da, bəziləri pul, nə bilim, ev, maşın deyib ölürlər də. Olanlarda belə o qədər problemlər var ki, demirəm, tək bizdə də problem yox, tək bizdə də nəsə həkim işi, ged gəl, yox, hamıda var, hamının problemi var. Amma deməyin də qaydası var. Mən deyir, səndən böyüyəm, hələ deyir, mənim evim, eşim yoxdur, haçan olacaq bilmirəm, heç olacaq, olmayacaq bilmirəm. Yəni, olmasın, nə olsun ki, evimiz də olmasın. Kim ölüb gedəndə dalına ev bağlayıb aparır? Hamımız, varlı da, kasıb da, yəni sürünə-sürünə yaşayan da, şaşalı yaşayan da, o 10 metrədir, 5 metrədir, ağ nədirsə, ona bükülüb o dar qəbrə girəcək. Yəni, heç kimin həyatına bəxtəvərçilik verməyim. Mən adi belə küçədə yeriyəndə kimisə görəmsə, belə xoşbəxt, deyirəm, maşallah, maşallah, həmişə xoşbəxt olsun. Heç vaxt demirəm ki, bəxtəvər başına falan şey var. Həmişə xoşbəxt olsun. Heç kimisə deyib daramaq, valla yaxşı bir şeydir. Bax, Ataş o zülümün çəkdiyi də, mən deyirəm, uşağın qurur nəfəsinə mən möhtac idim. Ataşın nəfəsini güdürdüm ki, mən uşaq nəfəs alır, almır. Hətta məni bir dəfə zarafat elədi o da. Mən ölmüşdüm. İnanın, mən yarım saat Ataş belə düz uzanırdı həmişə. Elə xəstəxana boyunca düz uzanırdı. Nə əməliyyat zad olmuş deyə sağa sola dönə bilmirdi. Çox canı ağrıyırdı, düz uzanırdı. Mən də otururam kravatda, gözümü diriyirəm, bax, belə düz Ataşa baxıram. Birdən elə hiss elədim ki, Ataşın üzünə baxmıram, burasına baxıram ki, görüm nəfəs alıb verir. Baxıram belə, gözümü silir. Siz inanmarsınız ki, mən nə yaşadım, nə keçirdim. Saniyədə milyon dənə şey gəldi mənim ağlıma. Gözümü 2 dəfə, 3 dəfə açdım, yumdum. Elə başa düşdüm ki, uşaq nəfəs almır. Ətər tullandım kravatdan. Ataş eləyirəm. Ataş da indi güya ki, mənə zarafat eləyir. Belə pataloka baxır. İnanın, elə bil ki, başımdan qaynar su töküldü. Allah heç bir anıya yaşatmasın. O nə idi? Yəni, mən yaşamışam onu, mən bilirəm. Ona görə deyirəm, çox-çox xahiş edirəm. Kimisə uşaq, mənim uşaqlarımdan söhbət getmir. Kimisə uşaqların görəndə maşallah deyin. Bu adi izləyicilərimdən getmir söhbət. Mənim izləyicilərimə canım da qurban. O qədər gözəl ürəyiniz var ki, o qıraqdan bucaqdan bir dənə deyirəm də bəxtəvərçilik deyənlər var. Onlara da sözüm ki, heç kim düşmanınızın belə balasına görəndə ay Allah nə boyda olub, ay Allah bu boyda olub, ay Allah kökdür, ay Allah arıqdır. Bəlkə onun elə bir problemi var ki, o çəkini verə bilmir o uşaq. Siz niyə ay Allah eləyə uşağın üstünə ax tökə qalırsınız? Görürəm elə insanlar. Bir dəfə deyin maşallah, çirkin də olsa, gözəl də olsa, maşallah sözün deyin. Nəysə bacım, sözü uzatmayayım. İnanın, o qədər belə
İçim daralır, sıxılır, boğuluram, fikirləşirəm. Başıma hava gəlir. Neçə gündür həkimə gedirik, gəlirik. Deyirəm də siz gördünüz ki, biz gülə-gülə parka getdik. Amma parkın arxasında nə var idi, siz onu görmədiniz. Bəlkə haçansa özümü toparlayaram, oturaram, danışaram. Amma indi hələ ki danışmaq istəmirəm. Belə. Bu videonu bitireyim. İnşallah sağlıq olsun. Bax, bugün boş bekar evdə, evin içinə fırlanıram. Bax, bura dolu paltar, bunları yığmalıyam. Bir dənə əti qoymuşam üstünə ki, qaynasın. Nə eləyəcəm, nə tər eləyəcəm, bilmirəm, belə bir boşluqduyam, bir özümə yer tapa bilmirəm də. Nəysə, bacım, bax belə. İnşallah, Allah böyükdür, hər şey yaxşı olacaq. Hə, belə. Demək istəyirəm ki, heç kimə bəxtəvərçilik oxumayın. Çox xahiş edirəm. Ay uşağım az yedi, ay uşağım çox yedi, ay uşağım güldü, ay uşağım ağladı. Ay bu oldu, ay o oldu, ay nişan gətirəndə xonçası az gəldi, ay cehizsiz getdi, ay cehiz vermədim, ay evi yoxdur, ay maşını yoxdur. Çox xahiş edirəm, bunların başını buraxın. Ən birinci balalarımız sağlam olsun. Boş, bekar şeylərlə məşğul olmayın. Valla, məşğul olmağa lazım gəlsə, parti 2 gözləyən, parti 3 gözləyən. Valla, elə qəşək sizə parti 2-də çəkərəm, 3-də çəkərəm. Sözüm bilirəm, oturublar güdükdə gözləyirlər. Mən burada cavabımı vermərəm. Səni saniyədə tapdıraram, sənin qəşək cavabını verdirərəm. Mən balalarımın Allah'a şükür atası var. Atası sən cavabı verər. Özü də layiqincə verər. Bu sözüm də ünvanlıdır. Bilir kimə deyirəm. O gülüşü sənə ağlamaqla qaytarıram. Ağıllı ol, ağlığı yığ başva. Nə yazdığı, nə danışdığı, ağzından çıxan sözü qulağını eşitsin. Axırıncı dəfə deyirəm. Belə qızlar, gedim sizinlə sağollaşım inşallah. İnşallah hər şey yaxşı olacaq. Öpürəm hamınızı. Salamat qalın. Allah'a emanet olun. Allah sizləri mərdimazarlardan qorusun. 2 ayaqlı mərdimazarlardan.